Salam və bu dərin təhlilimizə xoş gəlmisiniz. Təsəvvür edin ki, Azərbaycanın ən böyük banklarından biri iflas edir. Amma bu real həyatda deyil. Sadəcə qapalı qapılar arxasında Mərkəzi Bankın monitorlarında rəqəmsal bir simulyasiyada baş verir. Bəli. Yəni biz bugün məhz bankların və xarici bank filiallarının bu cür böhran senarilərini necə hazırlaşdığını müzakirə edirik. Bu əslində sadəcə hansısa sıxıcı bir hesabat doldurmaq deyil. Tamamilə razıyam. Mən bunu həmişə, belə deyək, fırtına gəlməmişdən əvvəl evin damının su buraxıb-buraxmadığını yoxlamağa bənzədirəm. Və ya binanın yanğın siqnalizasiyasını yoxlamaq kimi bir şeydir. Sizcə bankın sağlamlığını yoxlamaq üçün bu fırtınanı necə dizayn edirlər? Baxın, burada məsələ odur ki, sadəcə Mərkəzi Bankın o baza proqnozları ilə kifayətlənmək olmur. Yəni, bankın məsul işçiləri masaya öz makroiqtisadi fərziyyələrini də gətirməlidirlər. Sadəcə inflyasiya artacaq demək bəs etmir. Yəni daha dəqiq rəqəmlər və ssenarilər lazımdır. Əlbəttə. Onlar məsələn, ÜDM-nin ani olaraq 5% azalmasının və ya manatın kəskin dəyər itirməsinin öz kredit portfelində necə kaskad effekti yaradacağını riyazi şəkildə sübut etməlidirlər. Yəni, ssenarinin sərtliyi və müddəti çox şey dəyişir. Çox maraqlıdır. Amma mənim bu sənədlərdə diqqətimi çəkən başqa bir detal da oldu. Yəni, o tərs, stres testlər məsələsi. Bu mənə biraz maliyyə elmi fantastikası kimi gəldi. Elmi fantastika deyəndə, yəni nəyi nəzərdə tutursunuz? Yəni banka deyilir ki, sən artıq çökmüşsən, indi geriyə qayıt və buna nəyin səbəb olduğunu tap. Regulyatorlar heç vaxt baş verməmiş, tamamilə hipotetik bir ssenariyə əsaslanıb bankın necə sıxa bilər axı? Yaxşı sualdır, amma burada məqsəd gələcəyi təxmin etmək deyil. Məqsəd mövcud zəifliyin riyazi limitini tapmaqdır. Təsəvvür edin ki, bankın kapitalının tükənməsi üçün daşınmaz əmlak qiymətləri 40% düşməlidir. Bank bu hipotetik ssenarini qurub model işlədir. Və əgər model göstərsə ki, heç 40% yox, elə 15% düşməsi bankı məhv edir, deməli, real təhlükə artıq buradadır. Məhz belə. Buna görə də seçilən zaman çərçivəsi kritikdir. Yəni, bu qısa və sarsıdıcı bir şokdur, yoxsa 3 illik iqtisadi durğunluqdur. Hər fərqli fırtına növü bankın dözümlülük limitini fərqli yerdən sındırır. Deməli, bankın çökməsini geriyə doğru izləmək üçün bizə o dəqiq riyazi modellər və qranular data lazımdır. Mən bu qranular data məsələsini rəqəmsal bir fotoya bənzədirəm əslində. Necə yəni rəqəmsal fotoya? Yəni, uzaqdan baxanda o kredit portfeli tam sağlam və böyük yaşıl bir blok kimi görünür. Amma yaxınlaşdıqca, yəni piksel-piksel baxanda birdən o mənzərənin ortasında qırmızı piksellər görürük. Məsələn, avtomobil kreditlərində gecikməsi olan çox spesifik bir demoqrafik qrup. Aha, çox gözəl müqayisədir. Və o qırmızı piksellər bütün portfeli yoluxdurma potensialına malikdir. Məhz buna görə işçilər o istifadə etdikləri modellərin kredit və likvidlik risklərini nə dərəcədə düzgün əhatə etdiyini sübut etməlidirlər. Və burada qarşımıza çıxan əsas məsələlərdən biri də bankın dinamik yoxsa statik balans fərziyyəsinə əsaslanmasıdır. Bəli, bu çox kritik bir seçimdir yəni. Əgər bank statik fərziyyə seçirsə, deməli o böhran anında heç bir yeni kredit verməyəcəyini, zərərdə olan heç bir aktivini satmayacağını fərz edir. Yəni zərbəni tamamilə hərəkətsiz halda alır, sadəcə qorunmağa çalışır. Dinamik balans isə mənim anladığım qədərilə bankın fırtınanın ortasında hələ də gəmini idarə edə biləcəyini fərz edir. Yəni bu o deməkdir ki, bank böhran vaxtı belə aktiv manevrlar edəcək. Düzdür. Amma regulyatorlar o manevrlərə sadəcə sözdə inanmırlar. Onlar o inamı rəqəmlərlə görmək istəyirlər. Əgər sən böhran vaxtı riskli aktivlərini satıb xilas olacağını iddia edirsənsə, modelin sübut etməlidir ki, sənin o aktivlərini alacaq bir bazar ümumiyyətlə mövcud olacaq. Yoxsa sənin modelinin özü bank üçün ən böyük riskə çevrilir. Yəni, fırtınada əslində mövcud olmayan bir xilas edici qayığa minməyə bənzəyir bu. Tamamilə doğrudur. Səhv riyazi formulaya güvənmək çox təhlükəlidir. Buna görə də həssaslıq testləri o riyazi formulaların limitlərini dayanmadan yoxlayır və sınaqdan keçirir.
Dinləyicilərimiz indi düşünə bilər ki, mən maliyyəçi deyiləm, bu testlər mənim nəyimə lazımdır. Amma əslində bu simulyasiyalar bilavasitə sizin əmanətlərinizin qorunması üçündür. Təbii ki, bütün bu mürəkkəb riyazi hesablamalar və stres testlər bizim gündəlik istifadə etdiyimiz o maliyyə sisteminin ayaqda qalmasını təmin edir. Zəiflikləri əvvəlcədən tapmaq üçündür. Və sonda dinləyicilərimizə belə bir düşündürücü sual vermək istəyirəm. Təsəvvür edin ki, bank bu hipotetik testlər zamanı öz modelində çox ciddi bir boşluq tapır. Sizcə bunu sadəcə kağız üzərində qaydaları pozmamaq üçün yerinə yetirilmiş bir tapşırıq kimi bağlayıb rəfə qoyacaqlar? Aha, bu çox vacib bir məqamdır. Elədir. Yoxsa reallıqda rəhbərliyin bu zəifliyi aradan qaldırmaq, məsələn, qısa müddətdə çox gəlirli görünən, amma riskli bir kredit xəttini dərhal bağlamaq üçün kifayət qədər cəsarəti olacaq. Kağız üzərindəki o hazırlıq böhran anında gerçəkliyə necə çevrilir? Məncə, üzərində düşünməli olduğumuz əsas tapmaca elə budur. Özünüzdə müğayət olun və növbəti təhlillərdə görüşənədək.